Tarot kartlarından sənə bir xəbərdarlıq var. Gəl bu xəbərdarlığa baxım. Hazırda almalı olduğum bir məlumat var. Hazırda ən birinci baxaq bu videonu izləyən kimdir? Belə baxaq. Hazırda hansı enerjidədir? Narahatçılığı nə ilə əlaqədardır? Bu videonu izləyən çox aktiv bir insandır. Daima hərəkətdə olan bir insandır. Daima dost ətrafında, daima sevdiklərindən, belə deyim də, onlara daha çox dəyər verən bir insandır. Və yüksək bir insandır. Mən sənə deyim ki, hal-hazırda ulduzunun yüksəliş bir nöqtəsinə gəlirsən. Həyatının elə bir dönəmindəsən ki, 7 vaxt içində həyatın maksimum yaxşılığa doğru dəyişəcək. Bu yaxşılıq, burada belə deyim də, tanınmışlıq, populyarlıq istəyən insanlar da var burada. Bəli, populyarlıq dövrün gəlib çatacaq. Karyera ilə əlaqədar yüksəliş olacaq. Maddiyyatla əlaqədar yüksəliş gözləyirsənsə, onunla əlaqədar yüksəliş olacaq. Narahatçılığın hazırda hansı enerjidədir, bunu izləyənsən. Hazırda tam olaraq elə bil ki, atına minib öz xəyalların uğrunda mübarizə aparan bir dövrdəsən. Hətta belə deyim də, bəlkə də keçmişlə əlaqədar hər kəsi, hamını, bütün içindəki sıxıntılarını silmisən. Və burada daha çox bilirsən necədir? Bax, uzun zaman idi özündə, içində kin bəslədiyin bir dövr var idi. İnsanlara qarşı, ətrafa qarşı. Amma artıq elə bir etapına gəlmişsən ki, həyatın hər şey geridə qoymusan. Keçmişdə olan bütün üzüntülərini, sıxıntılarını geridə qoyduğun bir etapdasan. Narahatçılığın nə ilə əlaqədardır? Bəs narahatçılığın burada bir mübarizə ilə əlaqədardır narahatçılığın. Narahatçılığın nə ilə əlaqədardır bunu izləyən insanın? Aha. Bax, burada bəzilərinizin narahatçılığı münasibətlə, ilişki ilə əlaqədardır. Bəzilərinizin ilişkinizdə olan üçüncü şəxslərin yalan məlumat aparıb gətirməyindən əlaqədardır. Bəzilərinizin də narahatçılığı elə bil ki, yaxın bildiyiniz bir ətrafdan sizə bir yalan atdım, görmürsünüz, onunla əlaqədardır. Və burada daha çox bir yalanla mübarizə aparırsınız. Bax, sənə qarşı bu dəqiqə olunan bir haqsızlıqla mübarizə apardığın bir dövrdəsən bu dəqiqə. Narahatçılığın odur. Bilirsən ki, mübarizə aparmalısan, amma bilmirsən necə olacaq, nə cür olacaq. Sadəcə olaraq bilirsən ki, yıxılmamalıyam, ayaqda durmalıyam, mübarizə aparmalıyam və özümü qorumalıyam. Bu mübarizəni aparan insanlardılar. Gəl baxaq, nədən xəbərdar olmalısan? Yaxşı. Kartlar sənin nə ilə əlaqədar xəbərdarlıq edilir? Gəl buna baxaq. 2 vaxt içində işlə əlaqədar, öz planlarınla əlaqədar nədən xəbərdar olmalısan? Xəbərdarlığın nədir? Hazırda apardığın mübarizə nədirsə, bu mübarizədə kimdənsə də dəstək gözləyirsənsə, o dəstəyi gözləmək, çünki özün özünə işıq tutacaqsan və özün də qalib gələcəksən. Burada mübarizə gedir və mübarizədə, belə deyim də, özü tək başına öz işığını yandıran və qalib gələn bir insan görürəm. Hansı məsələ olur olsun, bax, burada iş məsələsi var, burada nə bilim, haqsızlıqla mübarizə məsələsi var, burada maddiyyat var. Fərq eləmir. Mübarizən nədirsə, bu mübarizəni tək başına edəcəksən və qalib gələcəksən. Xəbərdarlıq da budur. Aldım, qəbul etdim, yaz, ətraflı baxım üçün isə profildəki nömrə ilə əlaqə saxla.